Şiələrin ən mötəbər hədis kitablarına görə şiələrdən başqa hamı fahişə övladıymış. Deməli, əziz izləyicilər, İmam Kuleyninin Əl-Kəfi kitabı cild 8 səhifə 239-da Əbu Cəfər ibn Muhammed Baqirdən, yəni İmam Baqirdən rəvayət olunur. O belə deyir: ey Əbu Həmzə, and olsun Allaha, bizim şiələrimizdən başqa hamı fahişələrin övladlarıdır. Həmçinin Hur Əl-Əmilinin Vəsail Əşya kitabı cild 16 səhifə 37, hədis nömrəsi 2910, Məclisi Biharul Ənvar cild 24 səhifə 311. İkinci hədis Əbu Abdullahdan Əbu Bəsirə belə dedi: həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, cinsi əlaqədə olduğu kimi olur. Dedim, bu nə ilə bilinir? İmam cavab verdi: bizə olan sevgi və nifrətlə. Kim bizi sevirsə, bizi sevənin sperması olur. Kim bizə nifrət edirsə, sperma şeytanın olar. Yəni, qadının bətninə düşən şeytanın sperması olar. Kuleyni Əl-Kəfi cild 5 səhifə 502. Həmçinin Vəsail-i Şia cild 20 səhifə 135-136, hədis nömrəsi 25233. Əli ibn Əsbat Əbu Abdullahdan: şübhəsiz ki, Allah Taala Ərəfa günü Hüseynin qəbrini ziyarət edənləri nəzər edər. Ona dedim, vəqfaya duranlardan öncəmi onlara baxar? Dedi, bəli. Sual etdim, necə? Dedi ki, çünki onlar zinadan əmələ gəliblər. Bunlar isə belə deyirlər, yəni şiələr belə deyirlər. Məclisi Biharul Ənvar cild 101 səhifə 85. Ərəfa və bayram günlərində Rəsulullahı ziyarət etmənin fəziləti babı. Şeyx Saduq Mənlə Yəhdurul Fəqih cild 2 səhifə 431. Alləmə Abdullah Şubbar Təsliyyətül Fuadı fi Bəyanil Mevt vəl Ma'ad kitabında şiələr xaricindəki insanlar qiyamət günü analarının adı ilə çağırılacaqlar fəsli tərtib etmişdir və bu fəsildə bəzi rəvayətlər qeyd etmişdir. Bunlardan biri də qiyamət günü olduğu zaman şiələr xaricində olan insanlar analarının adları ilə çağırılacaqlar. Şiələr isə tərtəmiz olduqlarına görə atalarının adları ilə çağırılacaqlar. Təsliyyətül Fuadı fi Bəyanil Mevt vəl Ma'ad səhifə 162, Darul Aləmi Nəşr Beyrut çapı. Haşim Bəhrani, Seyyid Haşim Bəhrani Əl-Burhan təfsirində Meysəm ibn Yahyadan, o da İmam Cəfər ibn Məhəmməddən nəql edir. Elə bir dünyaya gələn körpə yoxdur ki, onun doğulmasında cinlərdən olan şeytan iştirak etməsin. Əgər o bilsə ki, doğulan körpə bizim şiələrdəndir, onda onu tərk edər. Əgər o bizim şiələrdən olmazsa, onda şeytan barmağını onun arxasına salar və qabağından çıxardar. Əgər körpə qızdırsa, onda şeytan barmağını onun cinsiyyət orqanına salar və o fahişə olar. Məhz buna görə də körpə ana bətnindən çıxan zaman belə möhkəm ağlayır. Haşim Bəhrani Əl-Burhan Əbu Həmzə imama dedi: bəzi yoldaşlarımız müxaliflərə böhtan atırlar. Dedi, İmam dedi ki, sussan yaxşı olar. Allaha and olsun ki, bizim şiələrdən başqa bütün insanlar fahişədən əmələ gəliblər. Kuleyni Ravdatul Kəfi cild 8 səhifə 239-285. Əli ibn Əsbat Əbu Abdullahdan rəvayət edir: Allah Taala Ərəfa günü Hüseyni ziyarət edənlərə nəzər edər. Soruşdum ki, həzdə vəqfaya duranlardan əvvəlmi bunu edər? Bu niyə belə olacaq? Dedi ki, çünki onlar zina uşaqlarıdır, bunlar isə belə deyirlər. Məclisi Biharul Ənvar cild 85 səhifə 98. Məclisi Biharul Ənvar kitabında torpaq gil və nifaq fəslində 67 hədis nəql edir. Bu hədislərdən birində deyilir: İmam dedi, ey İshak, sənin haradan gəlməyin barədə heç fikirləşmirsənmi? İshak dedi, əgər siz bu barədə xəbər verməsəniz, mənim bu barədə elmim heç yoxdur. İmam dedi, qulaq as İshak, Allah məxluqatı xalq etməmişdən öncə yerə 7 gün yağış yağdırdı. Sonra yerin səthindən cili götürdü və ondan biz əhl-i beyti yaratdı. Sonra o bu cilin aşağı hissəsindən bizim şiələrimizi xalq etdi. Əgər bu cil başqa cillərlə qarışmasaydı, bizim şiələr heç vaxt günah etməzdilər. Həmçinin Kuleyni Kəfi kitabında müminin və kafirin cili torpağı fəslində bu tip hədislər nəql edir. Həmçinin şiələrə görə sərxoş olan şiə ibadət edən əhl-i sünnidən yaxşıdır. Şeyx Saduq Uyun Əxbar Riza kitabında cild 28 səhifə 69-da yazır ki, bir adam imama dedi: mən öz qızımı qardaşım oğullarından birinə ərə vermişəm. O içir və tez-tez boşayacağı barədə qızımı təhdid edir. İmam dedi, əgər o sənin şiə qardaşlarındandırsa, bunun heç bir zərəri yoxdur. Yox, əgər o digərlərindəndirsə, yəni sünnilərdəndirsə, onu boşatdır.